bizim vacib diqqət etməli olduğumuz məsələlər var ki, bu haqda danışacağıq. İstər təmizlik olsun, istər agentliyin buyurduğu qaydalar, istərsə də təhlükəsizliklə bağlı məsələlər və qonağımızı dəvət eləyək yenə zəhmət olmasa. Böyük məmnuniyyətlə istəyərdim qonağımızı dəvət eləyək. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Mansur Piriyevi dəvət etmək istəyirəm. Mansur müəllim, xoş gəlmisiniz. Xoş gördük. Xoş gördük sizi. Dəvət edirik studiyamıza. Çünki Qurban Bayramı ilə bağlı danışacağıq. Qurban Bayramında kəsimlərlə bağlı danışacağıq, qaydalarla, qanunlarla bağlı danışacağıq. Mərkəzə dəvət edirik sizi ki, fikirlərinizi öyrənək, nə kimi işlər görülür, nə kimi işlər vacibdir, insanlar bilməlidirlər. Çünki biz təkcə Bakı şəhərində deyil, bölgələrimizdə də, işğaldan azad olunan ərazilərimizdə də böyük qayıdış layihəsi çərçivəsində insanlar artıq öz doğma diyarındadır. Onların da arzuları var idi ki, Qurban bayramlarını öz doğma diyarında qeyd etsinlər. Bu ilə bağlı kəsimlər olacaq. Qurban bayramında kəsimlərdə daha çox nəyə diqqət etməli və agentliyin əsas qoyduğu, qarşıya qoyduğu məqsədlər nələrdir? Buyurun, eşidək sizi. Çox sağ olun, minnətdaram hər birinizə. Və mən əvvəlcə istəyirəm ki, qarşıdan gələn bayram münasibəti bütün xalqımızı təbrik eləyək ilk növbədə və tamamilə doğru qeyd elədiniz ki, əlbəttə ki, Qurban Bayramı günlərində agentlik tərəfindən yerlərdə bayramın daha rahat, daha sağlam şəraitdə həyata keçirilməsi üçün belə deyək, işlər həyata keçirilir uzun müddətdən bəri və ümumiyyətlə mən qeyd eləmək istəyirəm ki, il boyu qanunsuz heyvan kəsib qarşısının alınması istiqamətində, eyni zamanda heyvan sağlamlığı təmin olunması sahəsində mütəmadi tədbirlər görür. Amma yəqin ki, siz də razılaşırsınız ki, bayram günlərində adi günlərlə müqayisə daha çox heyvan kəsilir və ona görə də bu günlərdə xüsusi diqqət yetirilməli məsələlər var və bununla bağlı olaraq bilirsiniz ki, agentlik aidiyyəti qurumları bir yerdə monitorla keçirdi və o monitorla yekunlaşıb artıq biz bununla bağlı olaraq hansı ünvanlarda qurbanlıq heyvanların satışı və kəsimi həyata keçiriləcək o ünvanları biz agentliyin rəsmi saytında afsa.gov.az saytında yerləşdirmişik və təbii ki, vətəndaşlarımız həmin sayta daxil olmaqla özlərinə ən yaxın olan ünvanları, həm qurbanlıq heyvanların satışı ilə bağlı ünvanlar, həm də kəsim olan, xidmət olan sahələri belə deyək, görə bilərlər. İndidən əvvəlcədən belə o yerə yaxınlaşa bilərlər. Bəli, əlbəttə ki, və eyni zamanda mən qeyd eləmək istəyirəm ki, bu istiqamətdə əsas məqsədimiz ondan ibarətdir ki, ümumiyyətlə Qurban Bayramı günlərində də deməli, sırf sağlam heyvanlar, yəni baytarlıq nəzarətdən keçmiş sağlam heyvanlar kəsilsin və təbii ki, burada əsas belə deyək, tələblərdən biri də budur ki, həmin heyvanlar sanitar gigiyenik qaydalar gözlənilməklə eyni zamanda baytar həkimlərin nəzarəti altında kəsilməlidir və belə olan halda biz təbii ki, Qurban Bayramını daha sağlam, daha rahat, eyni zamanda daha təhlükəsiz şəraitlərdə keçirmiş olacaq. Bir məsələyə də toxunaq Mansur müəllim, çünki biz verilişdən qabaq sizinlə uzun müddət oturduq, söhbət elədik, danışdıq və burada bölgələrdən paytaxta gətirilən heyvanların da gətirilmə qaydalarına riayətdən danışdıq ki, bunlar mütləq bir riayət olmalıdır. Bəli, bu da çox ciddi məsələlərdən biridir. Ümumiyyətlə, heyvan sağlamlığı ilə bağlı tələblər var. Bilirsiniz ki, bu günləri bizim qida məhsullarımızın da belə deyək, əksəriyyəti demək olar ki, bu biraz da bizim mətbəximizlə bağlı məsələdir. Heyvan mənşəli məhsullardır. Belə olan halda təbii ki, biz heyvanların sağlamlığını qorumalıyıq. Eyni zamanda sırf sağlam heyvanların əti tüketilməlidir. Və təbii ki, burada heyvanların daşınması da burada zəncirin bir mərhələsi olduğuna görə heyvanlar daşınması zamanında mütləq şəkildə baytarlıq sənədi ilə müşahidə olunmalıdır. Yəni, Qurban Bayramı günlərində də bilirsiniz ki, Bakı şəhərinə, regionlardan, belə deyək də, bölgələrimizdən heyvanlar gətirilir qurbanlıq məqsədi ilə. Təbii ki, həmin heyvanlar ilk növbədə həmin ərazi üzrə, bilirsiniz ki, agentliyin regional bölmələri fəaliyyət göstərir. Bütün, belə deyək də, ölkə ərazisində və həmin, belə deyək də, bölgələrdə bizim baytar müvəttişlər tərəfindən həmin heyvana sağlamlıq arayışı təqdim edildən sonra həmin heyvan daşınmalıdır. Biz tələb edə bilərik o arayışı, baytarlığın heyvanı seçim edərkən, kəsirərkən ki, bunu bizə göstərin, onun ardınca biz artıq seçimimizi edək. Mütləq şəkildə bu, belə deyək də, bu olmalıdır ki, ümumiyyətlə istehlakçı öz hüquqlarını bilməlidir ki, təbii ki, o təhlükəsiz qida ilə təmin olunsun. Bu, həmçində sahibkar qarşısında böyük bir məsuliyyətdir. Çünki sahibkar birbaşa buna cavabdehlik daşıyır. Əgər o məhsul satırsa və yaxud da ki, xidmət göstərirsə, bunu sağlam şəraitdə eləməlidir, təhlükəsiz eləməlidir və istənilən, belə deyək, qurban kəsdirən şəxs və yaxud da istənilən ət alan şəxs, hətta qurbanlıq ət almaq istəyən şəxs, həmin o, belə deyək də, aldığı məhsulun sağlamlıq arayışını tələb eləməlidir. Deməli, mənim həmkarım Aytac çox maraqlı bir də öz müzakirələr gedir, danışırıq və Aytacı da narahat eləyən, mənə də narahat eləyən və getdikcə azaldığını müşahidə etdiyimiz bir məqam var. Küçə, yol kənarlarında qanunsuz kəsimlər. Qanunsuz kəsimlər və təbii ki, özəlliklə də kəsimdən sonra heyvanın baş hissəsi, qalan bir hissələrin yolun kənarında qalması, həm bu görüntü baxımından xoş deyil, uşaqlarımızla keçirik və s. və bunu qəbul edə bilməyən insanlar da var. Bundan əlavə də orada saatlarla qalır, havalar da artıq istiliyə doğru gedir. Təbii ki, təmizlik baxımından da doğru deyil. Hansı tədbirlər nəzərdə tutulur? Bəli, əslində elə belə deyək, bayram günlərində bizim əsas diqqət yetirdiyimiz
sevmədiyimiz nüanslardan biri də budur. Burada həm yerli icra hakimiyyəti orqanları, həm yerli polis orqanları da belə də iştirakından bu istiqamətdə biz gücləndirilmiş iş rejimində Qurban Bayramı günlərində öz fəaliyyətimizi həyata keçirdirik. Yəni bizim agentliyin bütün regional bölmələri, müfəttişləri ərazilərdə olurlar və burada çox doğru dediniz ki, təəssüf ki, düzdür, biz burada bir müsbət tendensiya var. Bu belə deyək, xoşagələn belə deyək, təbii ki, hadisə, amma təəssüf isə qeyd etməliyik ki, yəni biz rast gəlirik ki, xüsusilə Yasamal, əgər ad çəkmək olarsa, Yasamal rayon ərazisində, Binəqədi rayon ərazilərində, küçələrdə, yol kənarlarında bu cür belə deyək də qanun heyvan kəsim fəaliyyətləri müşahidə olunur. Bəs insanlar bu halları gördüyü halda sizə zəng vurub fikir bildirə bilərlərmi ki? Bəli, təbii ki, bizim müfəttişlərimiz dərhal müdaxilə edirlər, yerli icra orqanları müdaxilə edirlər, onları yaxında olan satış məntəqələrinə, kəsim məntəqəyə yönləndirilir ki, sizin dediyiniz məsələ hansı ki, burada antisanitar vəziyyətin qorunması, heyvanların eyni zamanda istehlakçıların sağlamlığı təmin olunması və təbii ki, bu eyni zamanda bunun həm psixoloji, həm ekoloji belə deyək də, bunun belə deyək də xoşagəlməz fəsadları da var və ona görə də biz hər zaman vətəndaşları da prosesdə aktiv iştiraka səsləyirik. Eyni zamanda mütləq şəkildə burada ictimai nəzarət olmalıdır. Çünki bu elə bir məsələdir ki, hər birimizi, hər bir vətəndaşımızın həyatı ilə bağlı məsələdir. Burada siz çox gözəl dediniz ki, burada uşaqların gözünün qabağında təkcə Qurban Bayramı günlərində yox, ümumiyyətlə digər günlərdə də bəli. Bu prosesi uşaqların gözünün qarşısında etmək qətiyyən olmaz. Eyni zamanda burada bir məsələ də var ki, bilirsiniz ki, yəni insanda olan xəstəliklərin bu rəsmi statistikadır ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatıdır ki, 70%-ə qədər insanda olan xəstəliklər heyvan mənşəli xəstəliklərdir. Yəni bu əvvəllər heyvanlarda olub baş vermiş xəstəliklər bir vaxtdan sonra, bir müddət sonra insanlara ötürülür. Təbii ki, bu da onların belə deyək, məhsullarını istifadə edən zaman təhlükəsiz tərəflər gözlənilməyəndə baş verir. Ona görə də burada əsas təbii ki, baytar nəzarətinin olması, eyni zamanda burada vətəndaşlar diqqət yetirməlidirlər ki, həmin küçələrdə, yol kənarlarında, hətta biz müşahidə edirik ki, çox təəssüflə qeyd edirik ki, baxırıq ki, ictimai yerlərdə, parklara yaxın ərazilərdə insanların gediş-gəlişinin çox olduğu yerlərdə bu heyvanları göstərmək istəyirlər və onu orada hətta kəsdiyini göstərmək istəyirlər. Eyni zamanda bu heyvanların rifahı da çox vacib məsələdir təbii ki. Çünki qurbanlıq heyvanlarının, ümumiyyətlə heyvanların kəsimi zamanı bir sıra vacib tələblər var. Bu həmin kəsim məntəqələrində də yerinə yetirilməlidir, kəsim prosesini yerinə yetirilməlidir. Bu bütün belə deyək də mənada həm təhlükəsiz məhsullarla insanların təmin olunması, həm də bayramın daha sağlam, daha rahat keçirilməsinə töhfə verəcək. Qaydalara əməl edərək vətəndaşların diqqətli olmağına misal üçün çağırış etdik. Hansı hallar Bakı bəlkə də kimlərinsə diqqətindən qaçır? Qanundan kənar kəsimlər və özəlliklə qurbanlıq heyvanların qanundan kənar kəsimi hansı ciddi təhlükələri yarada bilər ki, bunu da insanların diqqətinə çatdıraq ki, hər bir vətəndaş daha diqqətli olsun. Bəli, tamamilə doğru dediniz ki, burada əsas ciddi məqamlar, təhlükə hesab olan məqamlar olur ki, ilk növbədə zoonoz xəstəliyi insana keçirməsi. Yəni burada əgər heyvanda hər hansı bir xəstəlik varsa, bu mütləq şəkildə biz nə üçün deyirik baytarlıq arayışı olmalıdır? Çünki kəsimdən əvvəl həmin baytar belə deyək də mütəxəssis heyvana baxış keçirməlidir, ümumi bir baxış keçirməlidir, vizual baxış olur. Və təbii ki, burada hər hansı bir şübhə yaranırsa, həmin heyvan müayinə olunur. Eyni zamanda əgər heyvan sağlamdırsa, onun kəsimi üçün icazə verilir təbii ki. Həmçinin kəsimdən sonra da bizim o kəsim məntəqələrində baytar həkimlərimiz fəaliyyət göstərirlər və kəsimdən sonra da həmin heyvanın daxili orqanlarına mütləq şəkildə baxış keçirir. Bu da vizual bir baxış olur. Və burada da yenə hər hansı bir şübhəli məqam varsa, məsələn siz də indi biz daha sada desək, ləkələr olur, ağ ləkələr olur. Mütləq şəkildə, hətta rayon kənd yerlərində də bilirsiniz ki, bu heyvan kəsəndə qaraciyərinə baxırlar, ağciyərinə, içalatına belə deyək də, baxırlar ki, burada hər hansı bir, hətta istehlak üçün baxırlar ki, burada bir yara, xora deyə izləri. Yəni bu belə deyək, buna mütəxəssis baxan deyək, daha başqa gözlə, daha peşəkar baxır və burada hər hansı bir belə deyək də şübhəli məqam yoxdursa, o belə deyək də təsdiq olunur ki, istehlak üçün tam yararlıdır. Mansur müəllim, deməli Qida Təhlükəsizliyi Agentliyinin insanları maarifləndirmə istiqamətində çox maraqlı bir video çarxı var. Təbii ki, bu mövzu ətrafında danışırıq, amma bir də var ki, bunu görərəkdən biz göstəririk ki, antisanitar şərait yaradılanda hansı mənzərə göz önündə canlanır və yaxud təmiz şəraitdə Qurban Bayramında qurbanlıq kəsilərkən hansı formada olur deyə bunu gözlə görmək də vacibdir. Ona görə o maarifləndirici çarxı istəyərdi tamaşaçılara təqdim edib və bərabər izləyək. Buyurun. Sağ olun. İslam aləminin müqəddəs bayramlarından olan Qurban Bayramı, mərhəmət, yardımlaşma kimi saf duyğuları birləşdirir. Adi günlərlə müqayisədə daha çox heyvan kəsiminin həyata keçirildiyi bu bayramda qurbanlıq heyvanın kəsimi sanitar-gigiyena tələbləri səviyyəsində olmalıdır. Baytarlıq sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi və satışı qanunla qadağandır.
Heyvanların kəsimi və satışı yalnız müvafiq dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməlidir. Məntəqələrdə heyvanlara kəsimdən qabaq və kəsildikdən sonra baytarlıq nəzarəti həyata keçirilməklə yanaşı, vətəndaşın sifarişi ilə qurbanlıq heyvanların kəsilməsi və ətin hazırlanması xidmətləri də göstərilir. Qida Təhlükəsizliyi Agentliyi qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edərək heyvan satışı və kəsimini baytarlıq, sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələrində və Qurban Bayramı ilə bağlı təşkil olunmuş çadır tipli kəsim məkanlarında həyata keçirməyə çağırır. Vətəndaşlar əvvəlcədən seçim edərək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün müəyyənləşdirilmiş yerlərə müraciət edə bilərlər. Bəli, vacib bilməli olduğumuz qaydalarla bağlı maarifləndirici video çarxımızı da izlədik. Ümumiyyətlə, kəsim məntəqələrindən bir də istəyərdim danışaq. Kəsim məntəqələrində hansı tələblər var, hansı tələblər olmalıdır? Çox sağ olun suala görə. Əslində, belə deyək, kəsim məntəqələrində əvvəlcə müəyyən olunmuş konkret tələblər, qaydalar var ki, burada həmin o proses, belə deyək də, gözlənilsin ki, hər hansı bir çarpaz çirklənmə və yaxud da ki, xəstə heyvanın kəsimi prosesi baş verməsin. Amma eyni zamanda kəsim məntəqəsinin daxilində də bir, belə deyək də, tələblər var. İlk növbədə indi siz belə deyək, bunu az əvvəl də nümayiş etdirdiniz. Burada hətta çadır tipli belə deyək də, kəsim məntəqələrində belə bu tələblər mütləq şəkildə qorunur. Və həmin diqqət etsə görər ki, orada 3 hissəyə bölünüb həmin o belə sahə, heyvanın kəsimi olduğu sahə, təmizləndiyi, daxili orqanların çıxarıldığı sahə, eyni zamanda doğrandığı sahə. Biz təəssüf ki, baxıb görürük ki, küçələrdə qanunsuz olaraq kəsim zamanı bunlar hamısı eyni məkanda və eyni prosesdə bütün çirklənmə şəraiti olan bir vəziyyətdə baş verir. Və yaxud digər qurbanlıq qoyunların gözü qarşısında kəsim prosesləri gedir deyə biz artıq o biri heyvanların gözündə bir qorxu görürük. Və əgər bu qorxudan da hər hansı bir xəstəliklər yaranırsa, demək ki, bu baytarlar bunu yoxladılar, gəldi, kəsimi hazırdılar, icazəsi verildi. Amma onların gözünün qabağında kəsildiyi halda istər-istəməz o heyvan olsa belə stres yaşayacaq, hər hansı bir xəstəlik oyana bilər. Tamamilə doğru deyirsiniz ki. Və bir də biz neçə vaxtdır ki, Masum müəllim, görürük ki, böyük market şəbəkələri də buna qoşulublar və xüsusi həyətlərdə çadır tipli, hansı video çarxda da göstərir ki, kəsim məntəqələri. Buna da nəzarət sizdədir. Bəli, əlbəttə ki, bu yaxşı bir tendensiyadır ki, belə deyək, insanların sifarişləri bilirsiniz ki, çox olur həmin günlərdə. Bir sıra, hansı ki, burada söhbət gedir, infrastruktur imkan verən satış şəbəkələri də, kütləvi satış şəbəkələri də prosesə qoşulurlar və onlar da bayram artıq bir neçə gün qalmış özləri öz elanlarını, reklamlarını edirlər və yaxşı olar ki, vətəndaşlarımız belə deyək, əvvəlcədən öz belə deyək, sifarişlərini həm diri cəmdə, həm də və yaxud da ət istəyirlərsə, bunu həmin şəbəkələrə müraciət edə bilərlər. Çünki həmin şəbəkələr də bu kəsim məntəqələrində qanunvericiliyə uyğun şəkildə bu kəsimi həyata keçirdirlər. Eyni zamanda kəsim məntəqələrindəki tələblərə biz dönsək, burada mütləq şəkildə belə deyək də, mütəmadi olaraq 24 saat ərzində su ilə təmin olunmalıdır. Tullantılar mütəmadi qayda daşınmalıdır, ərazidə qalmamalıdır, çirklənmə olmasın deyə. Eyni zamanda həmin o kəsimi həyata keçirən, həmin o belə deyək də, cəmdəyi doğrayan, təqdim edilən şəxslərin sağlığı çox vacib, önəmli məsələdir ki, onların sağlamlıq arayışı olmalıdır. Onlar xüsusi geyimdə, bəli, mütləq şəkildə. Onların xüsusi geyimləri olmalıdır. Ki, qurbanlıq qoyunların kəsimi və yaxud o heyvanların kəsimi zamanında onları incitməsinlər. Bəli, bu heyvan rifahıyla bağlı məlumatlı olmalıdırlar. Mütləq şəkildə hansı ki, siz deyən məsələlər ki, burada heyvanı incidilməməlidir. Eyni zamanda burada digər məqamda budur ki, həmin ərazidə ümumiyyətlə təmizlik işləri, dezinfeksiya işləri aparılmalıdır. Həmçinin bir sıra belə də həm ev heyvanları, digər həşəratların həmin ərazidə daxil olması üçün mütləq şəkildə qoruyucu vasitələr istifadə olunmalıdır. Bunların hər biri olduqda artıq biz sağlam şəraitdə qurbanlıq heyvanların kəsimindən danışa bilirik. Çünki siz niyə görə bu Qurban Bayramı ərəfəsində heyvanların kəsimindən sonra bir müddət sonra əgər orada təmizliyə riayət olunmasa, qoxu, görüntü, çünki o çadırlardır, müvəqqəti çadırlardır, qurulur və çadırlar söküləndən sonra o fəsadlar qalır. Bəli, mütləq şəkildə. Və həmin o dediyiniz bir çox mikrob daşıyıcı olan uçan həşəratlar olsun, bu həşəratlar ora toplanır. Mütləq şəkildə sanitar gigiyenik tələblər qorunmalıdır. Əgər nəzərə alsaq ki, yay fəslinə də düşürük, gün də çıxacaq, bunların qarşısını almaq lazımdır. İndi mən bir sizin sualını vermək istəyirəm. Bu bizim üçün qürurdur artıq neçə vaxtdır ki, sonuncu suallarımıza doğru gəlib çatırıq ki, biz qələbə qazanırıq.
qazandıq. Torpaqlarımız işğaldan azad olundu və qısa zaman ərzində Azərbaycanın bu qələbəsi ilə, zəfəri ilə bərabər böyük qayıdış başladı. Quruculuq işləri görülür ki, insanlar öz yurduna qayıdıblar və yurda qayıdışdan əlavə də arzular dilə gəlir. Novruz bayramında bayram tonqallarının yandırılması, Qurbanlar kəsilir, bəli, bayram ənənələri gördük ki, yenidən dirilir və Qurban bayramının özünün də bir çox ənənələri var ki, bölgələrə məxsus tərzdə dəyişir və bunlar da gözəl dəyərlərdir. Və bölgələrdə və yaxud işğaldan azad olmuş ərazilərimizdə Qurban bayramı ərəfəsində kəsimlərlə bağlı hansı işlər görülür? Çox yaxşı sual verdiniz. Mən qeyd edim ki, bunu belə deyək də, həm də tamaşaçılarımız üçün ki, ümumiyyətlə bu illəri 126 ünvanda qurbanlıq heyvanların kəsimi və satışı xidmətlər göstəriləcək. Onların 70 ünvanda həm kəsim, həm satış xidmətləri olacaq, eyni belə məkanda deyək. Həmçinin 29 ünvanda isə qurbanlıq heyvanların yalnız satışı olacaq. Çünki həmin məkanlar ancaq ona imkan verirlər. Amma 27 ünvanda isə sırf kəsim xidmətləri olacaq və bununla yanaşı mən qeyd edim ki, vətəndaşlarımızın eyni zamanda siz çox gözəl dediniz ki, işğaldan azad olmuş ərazilərimizə artıq vətəndaşlarımız köçüblər, orada məskunlaşıblar. Onlar da belə deyək də bu Qurban bayramı çox sevinclə qeyd edirlər. Artıq bir neçə ildir ki, biz həmin ərazilərdə yerli icra orqanları ilə birgə deməli səyyar çadırlar quraşdırılır. Hansı ki, həmin insanların tələbatını ödəmək üçün və təbii ki, mən qeyd edə bilərəm ki, Füzuli rayonunda, Cəbrayılda, Zəngilanda, Şuşada, Ağdərə rayonunda bu illəri həmin çadır tipli bizim belə məntəqələrimiz də fəaliyyət göstərəcək və orada vətəndaşlarımız öz sifarişlərini verə bilərlər, qurbanlıq heyvanlarını kəsdirə bilərlər. Bunların hər birisi baytar nəzarətində həyata keçiriləcək. Bir sonuncu sualımızı qısa cavablandırıb bu ilə də söhbətimizi yekunlaşdıraq ki, insanlar satış məntəqələri ilə bağlı məlumatları hardan əldə etsinlər? Deməli, satış həm kəsim, həm satış məsələlərlə bağlı hər hansı bir sual olarsa, agentliyin minus qanun xətti var və 24 saat işlək vəziyyətdədir və istənilən sualla bağlı müraciət edə bilərlər. Minnətdarıq. Xatırladım ki, qonağımız Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdürü Mansur müəllim Piriyev idi. Mansur müəllim, çox sağ olun. Ətraflı sualları cavablandırdığınız üçün minnətdaram. Və tamaşaçılarımız, hal-hazırda isə biz sonuncu sualımıza uyğun olaraq, yəni bölgələrimizdən danışdıq.